Bakıda keçirilən WUFON-3-də iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Mavriqa prezidenti Daranber Qoxul Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Vətəndaşlarla Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Ali qonağa Asan Xidmət Mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllərlə bağlı təqdimat edilib. Milli brendimiz olan Asanın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Mavriqa prezidenti Azərbaycanın Asan xidmət təcrübəsinin ölkəsində tətbiqində maraqlı olduğunu qeyd edib. Qonaq Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin səyyar Asan xidmətin Abad publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub. Bu səfər Mavriqa və Azərbaycanın birlikdə çalışaraq güclü, səmimi və dostluq münasibətləri qurması üçün əla fürsətdir. Bu səhər mənə Asan xidməti ziyarət etmək imkanı yaradıldı və qətiyyətlə deyə bilərəm ki, burada gördüklərim sadəcə transformasiya deyil, bu Azərbaycanın həyata keçirdiyi bir inqilabdır. Mənə bildirildi ki, bu uğurlar prezidentinizin xidmətləri ictimaiyyət üçün daha əlçatan etmək və vətəndaşların həyatını asanlaşdırmaq vizyonunun nəticəsidir. Hesab edirəm ki, bu, hər bir hökumətin əsas məqsədi olmalıdır və hökumətiniz bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Mənə Asan xidmətin bu qədər inteqrasiya olunmuş rəqəmsal xidmət sistemini necə qurduğu ətraflı izah olundu. Ölkəmizlə müqayisə etdikdə anlayıram ki, sizin təcrübənizdən öyrənəcəyimiz çox şey var. Prioritetlərimdən biri Asan xidmətlə əməkdaşlıq sazişinin hazırlanması olacaq.